Məhəmmədov Əlqulu Həbiboğlu. Bilirsiniz, mən 80-83-cü illərdə deməli hərbi dəniz donanmasında qulluq eləmişəm. Deməli kreyserdə. Biz çoxlu bazalarda, çoxlu limanlarda dayanırdıq. Mən də bu mayaq sakini kimi bu mayaq həmişə mənim yadıma düşərdi. Deməli, mən evlə yerləri yüzlərlə bəlkə mayaq görmüşəm. Bizim bu mayaq kimi möhtəşəm mayaq görməmişəm. Ona görə ki, bu mayaq düz bir yerdə tikilib. Düz bir ərazidə. O biri mayaqların hamısının qıraqlarında daş var, dağların başında tikilib, nə bilim, qayaların başında tikilib, üstündə tikilib. Bizim mayaq düz sahədə tikilib. Bunun möhtəşəmliyi ondandır. Ona görə də bu çox möhtəşəm görkənir. Bu mayaq deməli o vaxtı burada deməli bura Salyanski reyd deyilən bir yerdir. Gəmilər hamısı, bütün gəmilər, Rus gəmiləri, Azərbaycan hamısı balıqçı gəmiləri yadı. Xəzri olanda onlar gəlirdilər, burada dayanırdılar. Bura adı Salyanski reyd idi. Bütün yatağı da? Bəli. Deməli bu mayaq onlara yol göstərirdi ki, onlar gəlib quruya çıxmasınlar. Kürün qırağı ilə lilləşmə olduğuna görə, başa düşdünüz, bu deməli o həmin lilin üstünə çıxmasın deyə bu mayağı burada 1965-ci ildə tikiblər. Burada məsəl üçün gəmilər, böyük gəmilər gedirdilər, kilçə gəmiləri gedirdilər, buradan dənizə çıxırdılar. Onlar da təxminən bilirdilər ki, bu çayla, mayaqla öz raşotlarını götürüb hara dönməlidirlər. Hardan kürün deməli o yatağından necə çıxmalıdırlar. Bunların ola çox xeyri var idi. Bu həmin mayağın. Belə biraz qəmli söhbətdir. Ona görə ki, bu kür deməli qumlayandan sonra, bura lilləşəndən sonra, bura deməli buradan təzə kanal qazdılar. Bu kanalın ağzını qazdılar şimala. Bu şimala qazılmalı deyil idi bu. Bu qazılmalı idi biraz cənuba. Cənub şərqə qazılmalı idi bu. Bu qazıldı, məsəl üçün, bizim də adı Bankə dediyimiz yer var, onun əslində adı Bankə deyil. O, Severovostosunu bankdır. Orada birinci bank fəhlələr üçün orada tikilib. Biz o anda banka deyirik öyrənci, əslində o öyrənci deyil. Deməli, Severovostosunu bu ərazidir. Həmin ərazidir bu. Həmin ərazidir bu. Sonra o düz tikmədilər, düz qazmadılar onu. Ona görə də onda Xəzirdən gələn küləyin səmti bunu daha qazıb dərinləşdirirdi, aparırdı yap dərinə. İndi Xəziri vurur, şimal küləyi onu ağzını doldurur. Ona görə də onun heç niyə xeyri yoxdur. Yəni ki, mayakın üstünə, yəni bildiyimiz kimi də 150 metr, 200 metr aralığında gedir. Mayakın yanına keçsə buradan yatağa çıxır. Bax, düz o tini görürsə, bax, düz o tindən, bax, kürün otak üstüydü. Bizim idi. Balıq kombinatında, yəni Bankə balıq kombinatında təsəkkü idi. Çox mənzərəli, gözəl yerlər idi. Elə bəlkə də yenə də gözəl. Orucov Fəxrəddin Arifoğlu. Bunun təməli 1965-ci ildə qoyulub, inşa olunub. Bunun 200 metrəliyində Kür çayı axıb. Yəni yaxın bir məsafədə dənizə daxil olub. Bu mayaq barədə bunun böyük tarixi var. Tarixi ondan ibarətdir ki, yəni çox çətinliklə gəmilər öz reydinə gəlməyinə, balıqçı gəmilərin Kür çayına daxil olmağına müəyyən fəlakətlərin qarşısını alıb. Yəni ki, öz mayaqlığı ilə yol görkədib və bu gün də görkədməyindədir. Çox möhtəşəm olub, çox gözəl olub. Hətta çöldə bura çox açıqlıq olub zamanında. Belə heyvan qara üçün
saxlayan insanların da özünə torpaq üstündə olmağına baxmayaraq, onlara da hansı səmtə getmək lazımdır, ərazi böyük olduğuna görə dəqiq ünvanının görkədi bir mayaqdır bu. Qaldı ki, indi bu günləri, yəni demək olar 90-cı illərdə artıq dənizin qalxmağı tam müşahidə olundu. Dayandığımız bu yer su idi. Bizim gənc vaxtımız idi də onda. Su idi. Hətta bu mayakın öz daxilinə də, yəni içəriyə də su daxil oldu. Yəni bizdə belə bir təəssürat yaranırdı ki, bu düz olan bir yerdə bunun müəyyən qədər dəyişiklik görünə bilər, çökməyi ola bilər. Amma ki, bu olmadı da, çox möhtəşəm tikintidir. Tək qalıb, amma sağ olun ki, gəlib, məsəl üçün, çoxlarının, məsələn, xatırladırsınız, bəlkə də çoxları bilmir, belə bir möhtəşəm, məsəl üçün, mayakı. Bəli, tikilən günündən bugünkü günə qədər də demək ki, yəni son nəfəsinə qədər yoldaşlıq edib. Yəni, etibarlı bir tikilidir.